Değerli izleyiciler, her vaxtınız xeyir olsun, xoş gördüm. Hər birinizi yeni videomda bugün mən sizlərə çox dadlı, ləzzətli, qat-qat salat olan şuba salatı hazırlayacağım. Çoğundurla hazırlayacağım. Bunun üçün mən tərəvəzləri bişirmişəm. İndi bunları soyuram və qabın içərisinə yığıram. İçərisinə nə gedir? Bu ərzaqları soyundan sonra sizlər üçün qeyd edəcəm. Tərəvəzlərin hər birini soydum. Gördüyünüz kimi indi isə hər birini belə tyorkadan keçirdirəm. Toyuq ətini diddim bu cür. Mesela kartofları ilk növbədə tyorkadan keçirirəm. Bütün tərəvəzləri tyorkadan keçirdim. Qozu da belə gördüyünüz kimi xırdaladım. İçərisinə zövqə görə 100 qram, 200 qram qoz əlavə edə bilərsiniz. Qozu çox dadlı olur, mütləq siz də əlavə edin. Keçirəm salatın yığılmasına. Salata yığacağım nimçənin içərisinə mayonez əlavə edirəm ki, üzərinə tökdüyüm tərəvəz sürüşməsin. İlk olaraq mən kartof əlavə etdim. Kartofu əlavə edirəm, nimçənin içərisinə yayıram, üzərindən duz əlavə edirəm. Mayonez əlavə edirəm. Onun üzərinə rəndədən keçirdiyim kökləri əlavə edirəm. Kökün üzərinə duz əlavə etmirəm. Çünki su verib duz əlavə etdiyimiz zaman üzərinə mayonez çəkirəm. Yumurtanı əlavə edirəm. Qeyd edim ki, mən bu qatları 2-2 hazırladım. Yəni boş qabın içərisində qaldı. Yenidən üzərinə qat-qat yığdım. Daha sonra öncədən bişirdiyim, diddiyim toyuğu da əlavə edirəm. Toyuğun da üzərindən mayonez əlavə edirəm. Üzərindən çuğundur əlavə edirəm. Bu salatın olmazsa olmazı çuğundurdur. Mütləq əlavə edin. Yenidən qatları yığıram. Yumurta, kartof, toyuq. Daha sonra yenidən çuğundur əlavə edirəm. Son qat olaraq arasına da qoz səpdim. Qoz mütləq əlavə edin. Çox dadlı, ləzzətlidir bu salatı. Salatımız artıq hazırdır. Qatları istəyə görə yerlərini dəyişə bilərsiniz. Yəni fərqi yoxdur. İlk hansını əlavə edəcəksiniz, son hansını əlavə edəcəksiniz. Budur, salatımız hazırdır. Mən elə hazırladığım kimi servis etdim. Əgər bir gün saxlayacaqsınızsa mütləq forma qabda hazırlayın ki, kənarları möhtəşəm alınsın. Əsasən mən bu salatı o cür hazırlayıram. Sadəcə olaraq bu günləri tez servis edəcəkdim. Yəni hazırlayan kimi servis etdim. Gördüyünüz formada oldu. Çox dadlı, çox ləzzətli salatdır. Yəqin ki, hazırlayanlar bilir bu məşhur salatımızı, şuba salatımızı. Siz də hazırlayın. Ləzzətli olur. Həm də çuğundurun, kökün o qədər faydaları var ki, saymaqla bitməz. Bu salatın da içərisində bütün faydalı tərəvəzlər birləşib və qışın deyərdim ən gözəl salatlarından biridir. Mütləq hazırlayın, nuş edin. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın.